Rusiyada 1 gün, 3 gün, 30 gün, 90 gün və digər müddətlər üçün nəzərdə tutulan limitsiz ictimai nəqliyyat paketləri uzun illərdir tətbiq olunur. Bu cür təcrübənin Azərbaycanda da mümkün olub-olmadığı maraq doğurur. Bəs bu cür limitsiz gediş paketləri Azərbaycanda tətbiq edilə bilərmi? Demokratas xəbər verir ki, mövzu ilə bağlı konkret açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu istiqamətdə mühüm addımlar artıq atılıb. Yanvarın 1-dən etibarən brutto kontraktının tətbiqinə başlanması məhz elə bilet paketlərinin formalaşdırılmasına imkan yaradan əsas mexanizmdir. Ekspert qeyd edib ki, bununla belə ilk növbədə bütün daşıyıcıların tam nəqdsiz ödəniş sisteminə keçməsi vacibdir. Hazırda nəqliyyat şəbəkəsində təxminən 15% marşrut xəttdə olan avtobuslar hələ də nəqd ödənişlə fəaliyyət göstərir. Bu problemin aradan qaldırılmasından sonra gündəlik, aylıq və uzun müddətli bilet paketlərinin tətbiqi mümkün olacaq. Rauf Ağamirzəyev əlavə edib ki, paralel olaraq tələbələr, müharibə veteranları üçün göstərilən tətbiqi, eləcə də bir nəqliyyat növündən digərinə keçid zamanı 90 qəpiklik pulsuz tranzit vaxtının verilməsi də vacibdir. Bu, xüsusilə uzaq ərazilərdən gələn vətəndaşların nəqliyyat xərclərini optimallaşdırmağa kömək edəcək. Ekspert vurğulayıb ki, bu tip hallar Rusiyada və Gürcüstanda artıq illərdir uğurla tətbiq olunur və mövcud islahatların davamı olaraq bu il ərzində Azərbaycanda da tam keçidin baş verməsi gözlənilir.